Mustafayev Rüfət Zöhrəboğlu 12 mart 1996-cı ildə Sumqayıt şəhərində dünyaya göz açmışdır. Sumqayıt şəhər 18 nömrəli tam orta məktəbin məzunu olan Rüfət 2013-cü ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma və Robototexnika fakültəsinə qəbul olunmuşdur. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının sıralarında həqiqi hərbi xidmətdə olan Rüfət 2020-ci il 27 sentyabr tarixində Azərbaycan-Ermənistan arasında başlanmış 44 günlük vətən müharibəsinə könüllü qatılmış, döyüşlərin ən qaynar nöqtələrində xidmətini davam etdirmişdir. 2020-ci il oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olmuşdur. Oktyabrın 13-də qəhrəmanımız Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə vətən uğrunda cəsur döyüşçü Su Qovuşanın azad olunmasına görə və vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilib. Ailənin tək övladı olan qəhrəmanımız subay idi. Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbdə qəhrəmanlıq dastanı yazan şəhidlərimiz hər zaman ehtiramla yad edilib. Onların adlarına sinif otaqları verilib. Məktəbin ingilis dili müəllimi Gülnarə Məmmədovanın tərtib etdiyi Rüfət Mustafayevin adını daşıyan sinif otağında şəhidimizə həsr olunmuş guşə yaradılmışdır. Biz məktəbdə olan günü məktəbin 8B sinif şagirdləri, sinif rəhbəri Könül Qafarova və Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Muradla birgə şəhidimizin adını daşıyan sinif otağında şəhidlərimizə, vətənimizə həsr olunmuş şeirlər səsləndirmiş, fikir mübadiləsi aparmışlar. Mən bilirəm ki, siz Təranə müəllimə ilə bir çox tədbirlər verirsiniz, şəhidlərimizi anırsınız, vətən uğrunda şəhid olan uşaqların ailələrini ziyarət edirsiniz və bu çox müsbət haldır siz tərəfdən ki, siz həmişə bu sizdə vətənə, torpağa sevgini aşılayır və mən düşünürəm ki, siz bunu hər zaman etməlisiniz. Bu bizim vətən borcumuzdur, düzdürmü? Və Rüfət haqqında artıq sizin məlumatınız var və Sumqayıt şəhərində böyük boy başa çatıbdır. Mən istəyirəm indi məlumat verim, siz də qulaq asın. Bizim məktəb olaraq həmişə şəhid ailələrini ziyarət etmişik və bizim məktəbdə şəhid adını daşıyan bir neçə sinif otaqları var. Bu da şəhid Rüfət Mustafayevin adını daşıyan sinif otağıdır ki, biz bugün Rüfətin işığına yığışmışıq, Rüfəti anırıq. Rüfət, sən hər zaman yaşayacaqsan, çünki biz inşalarımızda, esələrimizdə sən kimi qəhrəmanları təqdim edirik. Şəhidlər ölmür, şəhidlər yalnız unudulanda ölür. Biz isə onları heç vaxt unutmayacağıq. Biz hər zaman hər bir an şəhidlərimizi xatırlayır, tanıyır və tanıdırıq. Çünki bu bizim vətəndaşlıq borcumuzdur. Mən torpağam, üzərimdə şəhid qanı. Mən tarixəm, məni oxu, məni tanı. Sevgi dolu bir ürəyəm, döyünürəm illər boyu. Azərbaycan ölkəsinin varlığıyam, ruhu, canı. Mən bu yurdun ana qəlbli, Tomris ruhlu qızıyam. 100 şəhidinə ağı deyin, təki torpaq mənim olsun, razıyam. O tayında layla deyən bir ananın səsinə, Araz boyda səda qatan arzuyam. Mən bu yurdun torpağında şirət çəkən çiçəyəm. Hər üçün solan gül yerinə yenə açan gönçəyəm. Daşıyıram budağımda vətənimin qoxusun, palıd kimi oğullarım boğur düşmən qorxusun. Mən duayam, sabahlar coşan dua. Tanrı deyir bu ölkədə hər daşqaya, müqəddəsdir hər bucağı, eli, yurdu, hansın deyim gəlməz saya. Mən şəhidəm, min şəhiddən biriyəm, mən zamanın fövqündəyəm, diriyəm. Rüfətləri yetişdirən xalqın bircə anda durmayacaq qəlbiyəm. Mən əskərəm, döyüşürəm şərəf ilə. Mənim adım bir zəfərdir, yol gedir o qələbəyə. Bircə oğuz, ana torpaq, sürtsəm əgər gözlərimə. Cahan boyda işi qalıb, ötürəcəm gələcəyə. Mən bayrağam, dünən varam, bugün varam. İllər ötsün, mən sabah doğacağam. Nə qədər ki, bu millətin sizlər kimi övladı var, bu torpağın çiçəyində, insanında, şəhidində.
Sözündə, çörəyində, hər yerində yüksələcəm, dalğalanıb qalacağam. Rüfətin timsalında bütün şəhidlər həyatdan köçdüklərini zənn etməsinlər. Onlar bu gün də yaşayır. Baxın, bu uşaqların timsalında, Azərbaycanımızın bütün uşaqların timsalında bütün şəhidlər yaşayırlar. Ruhun şad olsun Rüfət. Ananın, atanın səbri bol olsun. Onlar elə bir şərəfli ada layiqdirlər ki, o adı heç bir ad əvəz edə bilməz. Şəhid anası, şəhid atası. Sumqayıt şəhərinin Tarixi Muzeyinin Şəhidlər Qalereyası zalında istər 1-ci Qarabağ, istərsə də Vətən müharibəsinin Sumqayıtlı şəhid və qazilərinin şəxsi arxivləri daimi nümayiş olunur. Bu bölmədə Əlizami Mustafalı, Səbuhi Həsənquliyev, Sərxan Əliyev, Elvin İsmailov, Novruz Məmmədovla yanaşı Rüfət Mustafayevin də şəxsi əşyaları sərgilənir.